Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam, hörmətli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bu videoda 17 iyul 2026-cı il tarixi üçün Azərbaycanda gözlənilən hava şəraiti barədə ətraflı məlumat təqdim edəcəyik. Əgər sabah səfər etməyi, istirahətə çıxmağı və ya açıq havada iş görməyi planlaşdırırsınızsa, videonun sona qədər izləməyi tövsiyə edirik. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata əsasən iyulun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səma dəyişkən buludlu olacaq. Gün ərzində günəşli hava üstünlük təşkil edəcək. Şimal-qərb küləyi arabir güclənsə də ümumi hava şəraitinin əlverişli olacağı bildirilir. Paytaxt Bakıda havanın temperaturunun gecə saatlarında 22-25 dərəcə isti, gündüz isə 31-35 dərəcə isti olacağı gözlənilir. Abşeron yarımadasında da oxşar temperatur müşahidə ediləcək. Günün isti saatlarında uzun müddət birbaşa günəş altında qalmaq tövsiyə olunur. Xüsusilə yaşlı insanlar, uşaqlar və xroniki xəstəlikləri olan şəxslər ehtiyatlı olmalıdırlar. Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Aran bölgələrində isti hava şəraiti davam edəcək. Gəncə, Qazax, Qarabağ, Mərkəzi Aran, Milmuhan və digər düzənlik rayonlarında gündüz saatlarında temperaturun 34-38 dərəcə arasında dəyişəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə temperaturun daha yüksək olması da istisna edilir. Dağlıq və dağətəyi rayonlarda isə hava nisbətən mülayim olacaq. Günün ikinci yarısında bəzi ərazilərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yüksək dağlıq ərazilərdə dolu düşməsi də mümkündür. Bu səbəbdən həmin bölgələrə səfər edən vətəndaşların hava şəraitini nəzərə almaları tövsiyə edilir. Şəki, Zaqatala, Quba, Xaçmaz və dağlıq Şirvan bölgələrində hava gün ərzində dəyişkən olacaq. Bəzi dağlıq ərazilərdə buludluluğun artacağı və qısa müddətli yağıntı ehtimalının qalacağı bildirilir. Lakin yaşayış məntəqələrinin əksəriyyətində güləşli və isti hava şəraiti üstünlüyü təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında da əsasən yağmursuz hava gözlənilir. Burada havanın temperaturu günorta saatlarında 35-39 dərəcəyədək yüksələ bilər. İsti hava şəraiti ilə əlaqədar günün ən qızmar saatlarında açıq havada uzun müddət qalmaq məsləhət görülür. Küləyin əsasən qərb və şimal-qərb istiqamətindən əsəcəyi, bəzi ərazilərdə arabir güclənəcəyi proqnozlaşdırılır. Xüsusilə açıq ərazilərdə və dağ keçidlərində küləyin sürətinin artması mümkündür. Mütəxəssislər isti hava şəraiti ilə əlaqədar vətəndaşlara bol maye qəbul etməyi, açıq rəngli və yüngül geyimlərdən istifadə etməyi, günəş şüalarının daha kəskin olduğu saatlarda isə mümkün qədər kölgədə qalmağı tövsiyə edirlər. Beləliklə 17 iyul 2026-cı il tarixində Azərbaycanın böyük hissəsində isti və əsasən yağmursuz hava şəraiti gözlənilir. Yalnız bəzi dağlıq ərazilərdə qısa müddətli yağış və şimşək ehtimalı saxlanılır. Səfərə çıxarkən və ya açıq havada fəaliyyət planlaşdırarkən hava proqnozunu nəzərə almağınız faydalı olacaq. Videonu bəyəndinizsə kanala abunə olmağı, videonu bəyənməyi və yeni hava proqnozlarını qaçırmamaq üçün bildirişləri aktiv etməyi unutmayın. Diqqətinizə görə təşəkkür edirik. Sağ olun. Növbəti videolarda görüşənədək